Şəkildə verilmiş böyük kvadratın tərəfinin uzunluğu 9x, kiçik kvadratın tərəfinin uzunluğu isə 4 olarsa, rənglənmiş hissənin sahəsi göstərən ifadəni müəyyən edin. Deməli, burada böyüyün sahəsini tapaq. S bərabərdir 9x-in kvadratı olacaq. Yəni 81x kvadratı və ya elə 9x kvadratı kimi də yaza bilərik. Kiçiyin sahəsi isə olacaq, deməli, S bu yazım, S kiçiyi yazım. Kiçiyin sahəsi isə olacaq 4-ün kvadratı, yəni 16 və rənglənmiş hissənin sahəsi isə SB çıxılsın S kiçik, yəni böyükdən kiçik çıxarıq. Buradan da alırıq 81x-in kvadratı çıxılsın 16 və 81x kvadratı biz incə yazmışdıq. 9x-in kvadratı idi, çıxılsın 16 da 4-ün kvadratıdır. Müxtəsər model sorularına kvadratların fərqindən istifadə edə bilərik. Belə ki, 9x çıxılsın 4 və 9x üstə gəlinsin 4 şəklində yaza bilərik. Deməli, 9x çıxılsın 4, 9x üstə gəlinsin 4.